Sabahınız xeyirli olsun. Biz oyanmışıq. Həsəni də qoymuşam bura. Oyananda ilk Həsənin paltarını dəyişdirirəm, gətirəm qoyuram bura. Çünki oyananda çox keyfi yaxşı olur. Həmən vaxtlarda nəsə suyu içirəm, yeməyim varsa yeməyimi yeyirəm. Bu anlardan istifadə edirəm. Bəli. Başqa cür mümkün deyil. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Səhər-səhər tez qaçıram, əl üzümü yuyub, dişimi yuyuram, heç bir baxım falan eləmirəm, arada eləyirəm, çünki bu aralar mümkün deyil. Saat 8'in yarısıdır. Hava bugün nəsə küləklidir. Burada da bizim pişiyimiz var, mən görən kimi gəlir. Onun səsi qalmışıq, deyək. Bütün götürü gedir ha. Sağoldan zatdan da demir adama. Oyanan kimi ilk şeyim su içmək olur. Ondan harasa bir 15-20 dəqiqə sonra isə səhər yeməyini yeyirəm. Səhər yeməyindən önəmli kofeni tez içmək istəyirəm. Ona görə istəyirəm vaxt tez keçsin. Suyu ilıq içirəm. Suyu da bacararaq oturaraq içirəm. Burada da Həsənin paltarlarını yumuşdum, qalıb hələ də. O bir otaqlarda da digər paltarlar var. Elə yaxşı mənə atapleniya xoşuma gəlir ki, belə paltarlar falan sərim. İnanız, bu bayra paltar sərməkdən xoşum gəlmir. Bilirəm, çox yaxşı bir şeydir bayra paltar sərmək. Evdə zərərlidir əslində. Nə bilim, mənə asan gəlir belə. Keşək püçdün, sərdin bunun üstünə, sonra götürürsən. Bayırda bilirsiniz niyə acığım gəlir? Ona görə acığım gəlir ki, mən qurtdan falan çox qorxuram. Hər dəfə bayırdan paltar gələndə o qədər stres keçirdirəm ki, onun üstündə nəsə var, aralarında var. Orasını çırpıram, burasını çırpıram. Ona görə heç xoşum gəlmir bayıra paltar sərməkdən. İndi yay gəldi, indi qara günlərim başladı. Tez-tez çırpacam, baxacam astarına, üzünə. Bebeş hələ də sağalmayıb. Bunun içərisinə bilirsiniz, natrium klorid tutmuşam. Onun burnunu yuyuram. Yanında da belə səslər çıxardım. Hüseyin də su içməlidir deyə bol-bol diyeta saxladığı üçün ona görə oyanan kimi atapliyananın üstünə onun suyunu qoyuram ki, yuxudan duranda durub suyunu içsin. Saat 8'dir, indi səhər yeməyini yeyəcəm. Bunları qarışdıracağım, qızardacağım. Olmağına bu səhər yeməyimdir, amma Həsən ağlayır. Belə hallar tez-tez baş verir. Mən yeməyə oturmaq istəyəndə bunun üzərinə deyim qaçım yumurtadır, biraz yenə kəsməyi vurdum. Biraz küncüt vurdum, biraz da çiğ toxumu, yarım stəkan da kofe. İndi baxıram ki, yumurtaya duz vurmaq yadımdan çıxıb. Son zamanlar məndə belə hallar tez-tez baş verir. Hələ deyim biraz düzəlməyə başlamışam. Hələ çox yaddaşım bitmişdi. Dünən bir şey danışırdım, bugün elə bilirdim ki, elə bir şey olmayıb. İndi az-az düzəlməyə başlayıram. İndi hamının huzurunda mən bu uşaqdan soruşmaq istəyirəm ki, bu niyə tez durur ki, sonra da ağlayır ki, yatızdır. Elə yatacaqdınsa, bir yerdə yatardıq, mən də yuxumu götürərdim də. Deməli, sən mənə düşmənçiliğin var. Mən belə başa düşürəm. Hə? Başqa bir yerə yoza bilmirəm. Yatmışdıq da. Sən yanında yatmışdın, ikimiz yatmışdıq. Adam niyə anasını durğuzsun? Durandan sonra da ağlasın ki, təkrar yatar. Niyə elə eləsin? Yaxşı oğul niyə elə eləsin? İndi mən sən sual vermək istəyirəm. Sən ağlayırsan. Niyə görə ağlayırsan? Bax, yeyirsən. Ürəyin istəyəndə yeyirsən. Ürəyin istəyəndə çay içirsən. Nə istəyirsənsə hazır önüyə gəlir. Bir dənə ağlamağından bütün ev əhli sən ayağa qalxır, düzdür? Nə istəyirsənsə yaşayırsan. Bir dənə uşaq dərdi çəkmirsən, kommunal dərdi çəkmirsən. Uşaqların harasısa ağrıdı dərdi çəkmirsən. Yemək tapacam dərdi çəkmirsən, çay tapacam dərdi çəkmirsən. Düzdür? Sənənəm mən, sənənəm, fikrim məndə olsun. Pampersun vaxtında dəyişilir. Dişin ağrıyır, nə biləm maz alırıq. Nə biləm harınsa ağrıyır, nanə cəfər vururuq. Harınsa ağrıyır, qaçırıq tez bazar bir dərman alırıq. Mənə bax. Sən niyədən narazısan? Niyə sən ağlayasan ki? Hə? Niyə ağlayasan? Qa deyən kimi qa, qu deyən kimi qu verilir. İnsan niyə ağlasın ki? Sən həyatın ən gözəl anlarını yaşayırsan bir dəqiqə. Heç bir dərdin yox. Niyə ağlayasan? Hə? Cavab ver. Bu harınlamışlıqdır ya yox?
Sən mənə elə bir səbəb de ki, mən deyim ki, hə, həqiqətən də sən bundan belə ged ağla. Elə bir səbəb de ki, mən sənə haqq verə bilim. Hə sən. Elə bir səbəb de mən sənə haqq verim. Ki sən ağlamağa həqiqətən də haqqın var. Yoxdur, görürsən, tapa bilmirsən. Nə qədər gözləyirəm, sən mənə bir dənə cavab deyəsin, deyə bilmirsən. Heç oğlansan. Deyim ki, hətta mən sənə deyim ki, Hüseynin belə ağlamağa səbəbi var. O uşaq dərsə gedir, hazırlıqlara gedir. Vaxtından əvvəl Hüseyni durğuzuruq. Ürək istəyən qədər telefon oynaya bilmir. Sən ürəyin nə istəyir eləyirsən? Cavab verir, yatma. Nə istəyir ürəyin eləyirsən? Dərs oxumursan, heç nə eləmirsən. Nə istəyirsən də sən? Bu həyatda sən nə istəyirsən ki, sən ağlayırsan. İndi hamının huzurunda sən kişi kimi söz verirsən ki, mənə bir də ağlamayacaqsan. Mənasız yerə. Söz verir. Bax görün. Sabahınız xeyir deyim abunəçilərimə. Sabah xeyir. Su içirsən, nə inirsən, hamıya başa sal. Su içən falan yolun. Yox. Hayır, yolun demirəm. Yeməkdən əvvəl nə qədər əvvəl su içirsən? 15 dəqiqə. Ay sağ ol. Həmin yemirsən, sonra nə yeyirsən? Sonra yeyirsən. Yaxşı, gedə bilərsən. Sonra həmən dəqiqə şirniyyatım. Şirniyyat olmaz. Həsən müəllim, Hüseyn, arıqlama barəsində nə deyə bilərsin? Çətin olur adama, yəni o qədər cipsini kəsdin birdən-birə, o qədər yeməyi birdən-birə kəsdin, sən bütün günü şirniyyat yeyərdin adətən. Səhərdən axşama gedər. Ha, necə oldu? Birinci çox pis oldu, amma da öyrəşmişəm. Başım gəldi. Birinci bir gün falan çox pis oldu, ha? Öyle dözümsüz değildi elədi. Çox pis oldu. Biraz pis oldun. Amma indi deyirəm ki, Hüseyin sən ödül olaraq bir dənə cipsi alacağım. Yəni aradan Nagöz deyir ki, yo, istəmirəm. Hə, sonra özündə nə kimi dəyişikliklər hiss edirsən, yaddaş filan barəsində? Dərsdə biraz elədir, yaxşı olur, qalanma heç nə yoxdur. Dərsdə yaxşısan, mən görürüm, diqqətini toplaya bilirsən. Hə. Hamıya nə tövsiyə eləyərsən? Onu tüf. Yadları kəsildi. Kəsərək yiyin qayçı ilə. Hamıya çıxar. Bu ağlan corabın hələ də çıxar gizlətmisən. Corabın hələ də mənə geyindirtdirir. Deyir ki, ayağım tərlidir, mən geyinə bilmirəm. Hər gün eyni hadisə baş verir. Silməyəcəm. Geyindirdim mənə corablarını. Amma təmizləsən. Sən necəsən? Hatta o bir gün vaxt görürəm ki, anam yoxdur, yoxdur, gedim yorma ki, mən qalmışam tək. Həsən yatdı, Həsən yatandan sonra. Bismillah. Bu da belə ayıq yatır, ayıldı. Bunu qoyuram, gedirəm Hüseynə səhər yeməyi hazırlamağa. Hüseynə sasika bişirəcəm yumurta ilə. Əslində bizim bu dietada sasika yemək yaxşı sayılmır. Yəni məcbur olmayana qədər yemək olmaz. Çox nadir hallarda yemək var. Sadəcə indi Hüseyn deyir ki, mən yumurtanı tək yemək istəmirəm. Ona görə bir dənə sasikanın üstünə yumurta vuracağam. Bu arada normalda bizim evdə sasika kalbası qalmırdı da. Həmən dəqiqə yeyirdik. O qədər çoxdandan da var. Gəl ki, biz bunu yemirik. Çünki Hüseynə də məcbur yedizdirirəm. Hüseyn deyir ki, sasika bilirəm, kökəldir istəmirəm. Çox yaxşı, iradəlidir. Hüseyni kəsimi yedizdirə bilmirəm. Ona görə də bunun içərisinə alalım. Benim bişənə qədər mən bir dənə də su içirəm. Su içəndə isə buralar yenə qarışıb. Deməli, dəmir içirəm. Dəmir vitamini içirəm. Dəmir. Ondan sonra D vitamini içirəm. Bir də bilmirəm sizə dedim ya, mən artıq uzun müddətdir ki, demək olar ki, Tananidən istifadə eləmirəm. Eləyirəm ha, demirəm heç eləmirəm. Amma yəni ehtiyac olduqda eləyirəm də. Ya
Yəni marketə falan çıxanda ehtiyac duymuram da. Yəni üzüm o qədər qəşəngləşib. Hamısı bunun sayəsindədir. Bunun linkini buraxacağam alta. Axırıncıdır, mən də içirəm. Sonra yenə sifariş verəcəm. Baxın sadəcə onun altında olan rəylərə. Hardasa 26 min altında rəy var. Hamı da tərifləyir. Bundan gəlinimizə, qaynanama, yoldaşıma, anama, hamısını almışam. Mükəmməl bir dərmandır. Hətta tanışlarım da hamısı bundan içirlər. Mütləq şəkildə istifadə edin. Yenə də həkiminizə müraciət edin. Yəni ola bilər zərəri falan olsun, amma mən oxumuşam anam üçün falan. Bunun heç bir zərərini görməmişəm. Hüseynin yeməyimi verim, sonra dərmanımı içim. Burada çox danışdım deyə yemək bişdi. Deməli, D vitaminini gündə 1 ədəd içirəm, dəmiri gündə 3, kollagen də gündə 3 ədəd istifadə edirəm. Kollagenlə, yox, dəmirlə D vitamini İrandan gəlmə dərmandır deyə, ona görə onları sizə göstərmirəm. Yəni burada yoxdur, İrandan alınıb. Bu bütün sümük ağrılarından tutun, üzün gözəlləşməyi, saç olsun, dırnaq olsun. İnanırsınız, o qədər faydalıdır. Mən əslində anamı bunu sümük ağrıları üçün aldım. Çünki hamı yazmışdı ki, sümük ağrılarım olsun, o tıqqıllamalar olsun, sümüyün belə tıqqıllaması olsun, onlar filan hamısı keçib. Amma məndə deyim ki, mənim yadımdan çıxıb bunu içməyim. Hamı mənə deyir ki, sənin üzün qəşəngləşib, ana olmaq sənə düşüb filan, belə sözlər alıram. Mən də deyirəm, həqiqətən də yəni ana olmaq düşüb. İnanırsınız, Allah haqqı yadımdan çıxmışdı ki, mən bundan içirəm. Bir gün rəski yadıma düşdü ki, mən bundan içirəm, ona görə mənim üzüm yaxşılaşıb. Yəni ki, bundan mütləq için. Elə ki, Hüseynin yeməyini verdim, bəbəş də yatıbsa əgər, ondan sonra gəlirəm, bu otağı səliqəyə salıram tez. Ondan sonra Hüseynin subkasına yığıram hazırlığa getmək üçün, amma bəbəş durdu. Hüseyni də yaxşı flamasını almışam, buradan almışam düzdür. Amma elə bilirəm ki, bundan xarici saytlarda da olur. Artıq Hüseyin bunu məhv eləyib, bitirib. Yəni görüm hələ yenə yazır. Yağdır, görürsünüz, əməlli başda yağdır. Üstündən gedirsən, ləkə də qoymur. Çox ucuz almışam özdə. Deyəsəm, ya 5 manat almışam, ya 6 manat almışam. Heç deməzsən ki, bu belə qəşəkdir. O qədər qəşəkdir. Həvəslənib, hər yerini belə boyuyub. Uzun müddətdir də işlədir. Üstü belə. Hüseyin biraz məhvili. 5 manat sözü qalıb. 5 manatadır. Bugün texnologiya dərsi var deyəm. Həm plastilin qoyuram, həm flomaster qoyuram. Gündəlik də yazdıq. İndi meyvə qoyacam Hüseynin sumkasına. Çünki ara öğünü yeməlidir Hüseyin. İndi yemək yeyib, hazırlıqda da ara öğün yeməlidir. 2 saat keçəndən sonra bilirsiniz, yeyirik yeməyi. Buranı da biraz səlqəyə saldım. Qaldı bunun üstündə bir-iki şey. Suyunu doldurum, meyvə doğrayım, gətirim. Bir almanın, bir armudun yarısını Hüseynə qoydum. Yarısını da özümə saxladım. Nəhayət bitdi. İnanırsınız, mənim ən çox vaxtımı alan şey Hüseynin çantasıdır. Bax, içərisində nə var yığmalıyam. Suyunu düzəltməliyəm, meyvəsini qoymalıyam. Nəsə almalıdır, ona pul qoymalıyam. Ondan sonra gündəliyini yazmalıyam, baxmalıyam nə əskidir, nə artıqdır. İnanırsınız, o qədər vaxtımı aparır ki, bir 20 dəqiqə vaxtımı bəlkə aparır bu çanta. Hüseyni geyindirməyimə 5-6 dəqiqə qaldı. O vaxtda da oturub ara öynümü eləyirəm. Çünki ara öynümün vaxtı artıq bir 15-20 dəqiqə gecikib. Bəbiş elə Hüseyni yola salanda oyandı. Mən tez yataq otağını səliqəyə saldım. Burada bəbişin paltarlarını yumuşdum. Onları yığacağım. Elə səliqəli əlimlə düzəldib eləyirəm ki, yığanda da asan olsun da, əziy olmasın. Ona görə əzilmir. Yəni yaxşı qalırlar da. Paltarları götürürəm, bunlar da lazımdır. Bəbişin bezini dəyişdirmişkən sizə bunu göstərmək istəyirəm. Bu artıq mənə sponsorluq verməlidir. Elə bunu tərifləyirəm. Mən həyatımda belə bir bez görməmişəm də. Yəni istəyirsiniz nə qədər qalır qalsın. Yəni başımla cavab deyəm, bir damcı da olsa sızdırmır. O qədər gözəldir, o qədər. Bu otaq da səliqəlidir. İçindən paltar çıxartdım yumağa. Bunları da götürün, bu otaqlar bitdi. Hansı otağa gəlirəmsə, Həsənin əşyaları var. Termometr. Bu da dişi üçün idi. Dedilər çox yaxşıdır. Dişin qaşıyır da Həsən. Tezdir, çox tezdir əslində, amma qaşıyır. Amma o qədər də faydasını görmədim. Kalgel alırdıq həmişə.
Bu 10 manatdır, əslində o 3 manatdır. Amma dedilər bu daha yaxşıdır, amma bir faydasını görməmişəm. Bir işi qoyub o birisinə keçirəm. Bunları da yığım. Bu mənim vazkeçilməzimdir. 2 rəngi var. İstəyirsən uşağı belə, istəyirsən yuyanda belə götür bürü. Material elə gözəldir. Hüseyndən qalıb bu. 1 qram belə xarab olmur. Çox yaxşıdır. Bir şey harınlı bir neçənci saskadır. Get ye. Həsənə biraz su belədim. Qoyuram bişsin. Kartofdur, köçdür və düyüdür. Aş qalmışdı. Fikirləşirim ki, orta boyu yeyərəm, amma dadı dəyişib. Axşamı yoldaşım bozbaş istəyib. Ona görə əti qoydum qaynamağa. Bir yandan da Həsənin suyu bişsin. Ən sonunda qazı siləcəm. Qabları isə yumuram. Çünki Həsən dəhşət dərəcədə ayıq yatır. Yəni qab yusam oyanar deyə o durandan sonra ancaq. Hamamı da sildim. Bir şey qalmadı. Burada bitdi. Paltaryağını qoşmalıydım onu. Paltaryağını qoşmalıydım. Onu da qoşum. Paltaryağın qoşulmasa olmur bizdə hər gün. Suyumu da gün ərzində belə bir qaba doldururam ki, içə bilim. Bu 2 litrlik qabdır. Günorta yenə də 1 ədəd həmən kollagendən içirəm. 1 ədəd də dəmir. İnanırsınız, əti tez-tez güdürəm ki, kəfi yayılmasın. Yoldaşımın ən iyrəndiyi şeyi yeməkdə kəfdir də. Bunun kəfi qarışsa yeməyə yeməz heç vaxt. Həsənin suyu pişdi. Bunun altını söndürürəm. İndi oyananda blenderdən keçirib verəcəm. Bu dəqiqə qarışacaq ha. Əlim ayağıma dolaşıb. Hamısını yığdım. Qaldı qaynamağı. Yenə də qazana süzəndə də bunu süzürəm. Qazana yəni əlavə eləyəndə də suyunu süzüb əlavə edirəm. Bu isə Hüseynin D vitaminidir. Bunu Trendyoldan almışam. İstəsəniz linkini qoya bilərəm. Çox yaxşı firmadır. Artıq bizdə neçənci qutudur bu. Evdə hazır yemək yoxdur. Ona görə də yemək əvəzi qatıq yeyəcəm. Bir də özüm üçün yemək hazırlaya bilmərəm, ərinirəm. Səni bir 5 dəqiqəlik bura qoydum ki, onu spoon blenderdən keçirdim. Ay cici, bu döşək Hüseyndən qalıb. Çox yaxşı əlverişli döşəkdir. Həsənin kefi yaxşı idi, sağ olsun. Qabları yudum, amma kefi indi pozuldu. Qaldı qazanlar. Bunu da aparım tez blenderlə çəkim. Aparım yedizdirim. Daha sonra işlərimi görəcəm. Blenderdən keçirdim, bir qədər götürdüm. Bir qaşıq da yeməyindən əlavə elədim. İndi bunu qarışdırıb yedizdirəcəm. Bir dənə əlimi tutmasa, bir də qırağa axıdır. Sonra bunu ağzına aparır. Bax, bir dənə onlar olmasa, səlgəli yeyib bitirərdik. Bu da ayrı bir problemdir. Bunlarda su içməyi unutmayın. Su çox, bilirsiniz ki, vacib bir şeydir. Yəni, bütün bədənimiz üçün. Elə bil ki, biz maşınıq, bu da onun yağıdır. Bəbəşlə biraz vaxt keçirdirəm ki, uzanıqlı çox qalmasın. Biraz oynayıram, yorulur. Sonra aparıram özümdən işlərimi bir-bir görməyə, ağlayana qədər. Həsən sağ olsun, icazə verdi. Bütün qabları yudum. Onun indi supunun qalanını qoyuram soyuducuya. Soğan qovuracam, bozbaş bişirməyə. Hamısını doğradım. İndi bəbişlə soğanın qovrulmağını gözləyirik. Həm də dayanmışkən kartofları da doğradım. Yəni bir dənə bunu bişirməliyəm. Hüseyin gələnə qədər bütün işlərimi bitirməliyəm. Hüseyin gələndən sonra rahat olmur mənə. Bunu bitirim. Sonra görək başımıza nə gəlir. Bu arada Instagrama da bir dənə video düzəltmişəm, editləmişəm, onu da yükləmişəm. Bebişko. Bebiş. İndi soğan qızarana qədər bəbişlə burada oynayaq. O düyünü də götürdüm, yığdım salafana, tez evdən çıxardaq ki, heç olmaya toyuqlar falan yesin, xarab olmadan. Həsən döşəyi də orada, görürsünüz də. Ağzımız hər zaman belə suludur. Sən sıqıraq tutub. Boş. Nə oldu? Həsənlə dayanmışıq mətbəxdə. Soğanın keşiyini çəkirik.
Çünki yoldaşımın bozbaşda ikinci belə takıldığı deyim bir şey də var. O da soğanın diri qalmasıdır. Yeməyin üstündə deyir üzür. Onda acığı gəlir. Ona görə nə yanmamalıdır. Yəni başqa şeylərdə kaprizli deyil. Amma yeməyə qarşı kaprizlidir. Həsən yerlədir əlimi. Soğanları qovur. Nəhayət ki bitdi. Buzluqda yaxşı ki noxudları saxlayıram. O da çox işimə yarayır. Noxudları da əlavə elədim. Ağzını bağlayıb indi bamxodda bişirəcəm. Daha sonra qazın üstü yaman gündədir. Yemək bişəndən sonra qazın üstünü təmizləməliyəm. Daşımız yoxdur deyə bunu əgər gətirib bura qoymasam, elə də yadımdan çıxacaq. Hələ o zibillər də atılmalıdır. Paltar bitdi, yaxalama rejiminə qoydum. Anam əvvəl deyirdi, inanmırdım. Yaxalama rejiminə qoymayanda anam bir dəfə adi belə vedrənin içərisinə saldı paltarı. O qədər paraşok töküldü ki, halbuki 2 saat yumuşdu. Yəni mütləq yaxalama rejiminə qoyun. Bir dənə bu piçeyni ilə çay içəcəm. Daha sonra axşam yeməyi yeyəcəm, amma axşam yeməyində kartof olmaz. Kartof qadağandır. Ona görə də ətindən, biraz da suyundan yeyəcəm. Bu atapleniya var. Gəldi. Hüseyin gəldi. Xoş gəlmisən Hüseyin. Hə. O nədir? Nə yaxşı? Oldu da biraz. Biraz oldu. Fazla kuşkama değil diye ses çıkmadı. Oldu. Öyrətmişəm ki, heç olmayanda sumkasını öz yerinə qoysun. Bir də kurtkasını götürsün. İndi Həsənin üzünü çəkirik. Görək Hüseyni görəndə nə reaksiya verəcək. Gəlsin. Hüseyin. Selam. Selam Mehmet. Mehmet selam. Selam Mehmet. Necəsin? Necə? Ne oluyor? Necəsin? Yaxşısan? Qoy. Corablarını dəyişir. Çünki gələndə nəm olur ayağa. Ona görə corablarını dəyişir mütləq gələndə. Paltarlarını da belə atıram. Bunu da atapleniya atıram ki, nəm olur gələndə Hüseynin paltarı. Bu da axşam yeməyimi istəyirəm. Bunu yeyim. Ondan sonra bağlayayım saat 5-də. Hüseyin doğramac istədi. Ona görə onun üçün doğramac eləyirəm. Həsən müəllimi gətirmişəm 2 dəqiqəlik ki, burada dayansın. Amma dayanmaq istəmir. Tez bazar o doğramacı eləyim. Doğramac hazırdır. İşlərim bitdi. Gedim Həsənlə biraz məşğul olum. Kartofları yeməyim bir yana qalsın. Ürəyim istədi. Həmişə elə olur. Biraz ac qalanda adam daha sonra nəsə çox yeyir. Daha sonra üzərindən də bir ədəd qoğal yedim. Tam bir ədəd olmasa da, amma bir ədəd qoğal yedim. Ona görə özümə cəza verdim. Tez geyindim. Belə bir, həm də sizdə də video olsun. Tez belə bir, harası bir 4-5 dəqiqə belə qaçıb çıxmışam. Bu gülüm qəşəng olub. Əməlli başlı qol budaq açıb. Baxın görün hara qədər gəlib. Elə bu da yaxşı. Gün artılar pərdəni açıram deyə. Bunlar yaxşı. Bir dənə burada olanlar yanıb. Ona görə indi buna gül var, onu düzəcəm. Əvvəlcə bunu ısladırıq. Bəli. Dönər? Yox, yox eləyərsən. Yox, otacan məhv eləyərsən o qədər zəhməti. Bu gül elə bir güldür ki, elə bu formada qoyursunuz, amma gündə sulamaz. Əslində fikirləşirdim ki, bu videonu axşama qədər çəkim. Bir günlük olsun da, yəni bir günlük rutinim necədir. Axşam çünki videoda çəkəcəm birazdan. Sadəcə deyirəm çox uzun alındı. Bir 24 dəqiqə var. Həm də 2 dəfədir ki, belə danışa-danışa video çəkirəm də. Yenə bəzən danışmırdım, üstünə yazırdım falan. Bilmirəm necə izlənilər, izlənilməz. Ona görə indi qərar verdim ki, bu videonu indi bu dəqiqə montaj eləyim və yükləyim. Görək necə olur.